Əvvəllər bir sıra qeyri-qanuni fəaliyyətdə ittiham olunan Vidadi Mustafayev adlı şəxs özünü Ural bölgəsinin Azərbaycanlı icmasının yeni rəhbəri elan edib. O, hazırda həbsdə olan Azərbaycan Ural İctimai Təşkilatının sədri Şahin Şıxlinskinin yerini tutmağa çalışır. Mustafayev Şıxlinskinin qəti əleyhdarı olub. Təxminən 6 ay əvvəl hər iki tərəf mediada bir-birlərini ağır ittiham ediblər. Vidadi Mustafayev Şıxlinski ilə bağlı qalmaqallı materiallar hazırlayan Krik TV ilə birgə hərəkət edib. Şahin Şıxlinski və oğlunun həbsindən sonra Mustafayev diaspor sədrliyinə iddiasını ortaya qoyub. Vidadi Mustafayevin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etdiyi iddia olunur. O, Srednuralsk şəhərinin keçmiş meri deputat Andrey Zaşlyapindən aldığı bir neçə milyon rubl rüşvətin bir hissəsini məhz Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşına verilməsində vasitəçi olub. Xatırladaq ki, Şahin Şıxlinski avqustun 2-də Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Moskvanın Basmanlı məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb. Hazırda proses davam edir.